Məncə Neftçidə artıq hər kəs ciddi düşünməlidir. Həqiqətən də bugün gənc Emil Səfərov, Rüfət Abbasov ön plana çıxırsa, yerli futbolçular Murad Xaçayev ön plana çıxırsa, daha yaxşı oyunla yadda qalırsa, legionerlər, yeni transferlər bu futbolçuların kölgəsində qalırsa, bu ciddi həyəcan siqnalıdır. Artıq ciddi düşünməlidir. Neftçi rəhbərliyi də, məşqçilər korpusu da bu barədə artıq düşünüb hansısa vacib qərarlar verilməlidir yeni mövsüm öncəsi. Amma ümumilikdə bu mövsüm 2 mövsümdən sonra, 3 il yaradan sonra Avrokuboklara qayıtdılar. Dinamo'nun önündəki nəticə çox utanc vericidir. Buna görə məncə futbolçular da utanmalıdır, baş məşqçi də utanmalıdır, rəhbərlik də utanmalıdır. Yəni bütün cami olaraq belə uğursuzluqdan sonra deyəcək bir söz yoxdur. Həqiqətən çox biabırçı bir dönüş oldu Neftçidən Avrokuboklara. Nə bilim, keçmiş olsun deyə başqa deyəcək bir şey yoxdur. Amma Neftçi artıq önə baxmalı, ciddi qərarlar verməlidir. Məncə vaxt da daralır, artıq mütləq 2-3 artıq yaxşı transferlər olmalıdır. Çünki bugünkü heyətlə Neftçinin nəinki çempionluq mübarizəsində olacağı, hətta yeni mövsüm Avrokuboklar zonasında qalması belə o qədər də asan olmayacaq.